məhsul açığı budur. Belə göstərək ikisini bir yerdə. Bu məhsulu mən nəyə görə almışam, açıq onu deyim. Bunlar dezinfeksiya üçün və avtomobilin içərisini silmək üçün istifadə olunan, içində səhv eləmirəmsə 20 ədəd olmalıdır, yoxsa eynən 20 ədəddir. Avtomobilin həm içini, həm də çölünü silmək üçün istifadə olunan salfetkalardır. Və həm avtomobilin içərisində olan mebeli zədələmir, həm də bununla da qurulayaraq yaxşı bir effekt ala bilirsiniz. Misal üçün birini istəyirsə göstərim elə. Görək bir necə effekt alacağıq. Birinci açmalıyam təbii ki. Deməli belə, məhsulu açdım. Hazırda belə bu formada çıxartmışam. Yəni bir dəfəlik istifadə üçün. Çək. Belə bir salfetkat. Məsələn, fərz eləyək ki, buranı qızım batırır normalda, həmişə ayağı ilə. Bunu bir silək. Ya neçə vaxt açığı belə bir şey axtarıram. Çünki nəyə görə? Normal yaş salfetkaları bu formada yerləri açığı o qədər də keyfiyyətli formada təmizləmir. Üstünə gəl içində çox vaxtı fərqli əl üçün istifadə olunan dezinfeksiya metalları, dezinfeksiya materialları olduğu üçün, məhsulları olduğu üçün, qatqıları olduğu üçün həm də buraları zədələyir. Ona görə bu istifadə edildiyimiz salfetka tam avtomobil üçün nəzərdə tutulmuşdur. Dediyim kimi məhsulun məlumatlarını bura yerləşdirəcəm. Bunu da üzərini bir balaca təmizləyə bildim. Bundan sonra da bunun üstündən gedib qurutmaq lazımdır ki, həm də o yaş təbəqəni də üstündən götürəsən. Ondan sonra da belə maraqlı bir şəffaf bir görüntü qatıracaq. Bu tərəfləri eləməmişəm, görürsünüz. Burada görsəniz, artıq bu hissələr şəffaflaşdı.